Salam hörmətli izləyicilər. Bu günlərim bundan öncəki videonun, yəni imtahan suallarının izahları ilə bağlı açıqlama vermək istəyirik. Burada izahlı bir video olacaqdır və ümid edirik ki, sualların bir çoxunu cavablandırmısınız. Deməli, birinci sualdan başlayaq. Birinci sualda yüngül kvadrosikla aid tələblərdən danışılır. Bu kvadrosikllə bağlı biz qaydalarda olan birinci maddənin əsas anlayışlarda 25-2-də yüngül kvadrosikla aid olan bəndlərini bilməliyik ki, ona hansı hissələr aiddir. Və burada fikir verməliyiz. Əsas anlayışlarda 350 kilodan çox olmayan nəqliyyat vasitəsindən gedir. Bu sualda isə 350 kilodan çox olan, deməli, bura yüngül kvadrosiklə aid olmayan 4-cü bənd olacaqdır. Keçək ikinci suala. İkinci sualda da belə bir kiçik izahat verim. Əslində testdə belə bir səhvlik var idi. Burada qırmızı yox idi. Yəni 5.5 nişanı idi. Bir tərəfli yolun başlanğıcı. Lakin əslində olmalı idi 5.6. Bir tərəfli yolun sonu. Bunu bildikdən sonra gəlin keçək sualın məzninə. Sualda nədən danışılır? Burada fikir verməlisiniz. Hadisə harda baş verir? Yaşayış məntəqəsində. Avtomagistraldır və yaxud da ki, deyil. Bu heç bir məlumat verilmədiyinə görə biz bunu avtomagistral olmayan yol kimi qəbul etməliyik. Bilirsiniz ki, yaşayış məntəqəsində də avtomagistral yollar ola bilər. Lakin onu mütləq 5.1 nişanı ilə işarələməlidir. İkinci fikir verməli olduğunuz hissə 3,5 tondan artıq olan yük avtomobilidir. Yəni, hadisələrdə yaşayış yerində baş verir. Baş qəhrəman kimdir? 3,5 tondan artıq olan yük avtomobilidir. İndi keçək suala. Bir də nizamlanmayan yol ayrıcına yaxınlaşır. Sual isə ondan ibarətdir ki, bu şərtlər daxilində 3-cü və 4-cü zolaqda bizim 3-5-dən artıq olan yük avtomobilimiz hansı istiqamətlərdə hərəkətini davam etdirə bilər? Bu suala cavab verməmişdən qabaq bunu belə bir təsəvvür eləməliyik. Deməli, yol ayrıcına yaxınlaşırıq. Bu nişanın tələbi olan yol ayrıcına, deməli, bu nişan burada varsa, bu yol özü bir tərəflidir. Burada gedən, gələn xətlər yoxdur, zolaqlar yoxdur. Və altında 5-8-1 zolaqlar üzrə hərəkət nişanı var. Sual verilir ki, 3-cü və 4-cü zolaqlar, ona görə sual işarələri bu zolaqlara aiddir. Digər nişanlar, bunlar şərtidir, yəni bunları təsəvvür etməyə bilərsiniz. Sadəcə olaraq yol ayrıcının içinə bəzək kimi qoymuşuq ki, yol ayrıcına oxşasın. İndi baxaq. Ümumiyyətlə, 3,5-dən artıq olan yük maşınlarının belə bir qaydası yadımıza düşür ki, tələbələr çox vaxt bunu qarışdırırlar, ona görə bunu buradan izah veririk. Onlara haradasa ikinci zolaqdan o tərəfə getmək olmazdı. Bu 43-cü maddə, yəni avtomagistrallarda hərəkət haqqında qanunun bəndində açıq şəkildə deyilir ki, yalnız avtomagistrallarda və avtomobil yollarında 5.3 olan nişanı ilə işarələnmiş yollarda həmin nəqliyyat vasitələrimiz 2-dən o tərəfə keçə bilməzlər. Lakin burada bayaqlarım dediyimiz kimi avtomagistral olmadığına görə bizim yük maşınımızın istiqamətini yalnız 5-8-1 ilə təyin edəcəyik. 5-8-1 nişanından başa düşəcəyik ki, 3-cü zolaqdan hara gedir. Amma ola bilər ki, burada əlavə qaydalar da var, indi onu da keçəcəyik. Bunu biləndən sonra 3-cü zolaqda olan maşınla bağlı sualımız artıq aydındır. Yəni 5-8-1-ə aid hərəkət eləməlidir, düzünə və yaxud sola. Geriyə yol yoxdur, geriyə qayıda bilməz. Biz də bilirik ki, 42-ci maddəyə görə əgər bu nəqliyyat vasitəsi geriyə qayıtmaq istəyirsə, mütləq sol kənar zolaqda olmalıdır. Bu ola bilər, burada indi 4 zolaqdır deyə 4-cü zolaqdır, amma bəzən daha çox zolaqlı yollar da olur, 5, 6, 7 və s. Həmin yollarda da həmin o sonuncu zolaqdan geriyə qayıda bilər. İndi keçək 49-cu maddəyə. 49-cu maddədə 3,5-dən artıq olan nəqliyyat vasitələrinin ümumiyyətlə yollarda hansı zolaqlarda hərəkət edə biləcəyini ümumiləşdirilmiş formada deyir. Baxın, tam kütləsi 3,5-dən çox olan nəqliyyat vasitələri isə həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır. Yəni, heç bir halda qaydaya görə buradan bura girməməlidir. Lakin həmişə olduğu kimi burada da bir istisnamız var. İstisna nədir? Hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna olmaqla. Yəni, buradan, bu zolaqdan, əgər biz sola dönmək istəyiriksə və ya burada geriyə yoxdur da yol, geriyə qayıtmaq istəsəydik, bizim nəqliyyat vasitəmiz bu zolağa daxil ola bilərdi. Bundan başqa bütün hallarda bu zolağa 3,5-dən artıq olan nəqliyyat vasitələri üçün girmək qadağandır. Ötmək,
nə bilim, düzünə getmək. Bu hərəkətlər bu zolaq üçün nəzərdə tutulmuyor. Onu da biləndən sonra başa düşürük ki, bu nişanın tələbinə görə sonuncu zolaqdan nəqliyyat vasitəmiz düzünə gedə bilmir. Çünki dedik ki, bu zolaq ancaq sola və geriyə istifadə edə bilər. Geriyə gedə bilmir, çünki bura bir tərəfli yoldur. Yalnız bu nəqliyyat vasitəsinə qalır sola getmək. Ona görə də cavab 3 olacaq. Üçüncü zolaqda düzünə və sola, dördüncü zolaqdan isə yalnız sola. Üçüncü sual. Mövcud vəziyyətdə siz nə etməlisiniz? Siz deyəndə bax bu nəqliyyat vasitəsinin önüdür. Bu güzgüdən görürük ki, yəni biz nəqliyyat vasitəsini idarə edərkən orta güzgü və s. Bu bizə nəqliyyat vasitəsinin içində olduğumuzu başa salır. Yol nə cür yoldur? Bir tərəfli yoldur. Bura nədir? Dayanacaqdır. Ümumiyyətlə, qaydaya görə, baxın gör qayda nə deyir. 48-ci maddə nəqliyyat vasitəsinin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar digər sürücülərin vəzifələri. Yaşayış məntəqələrində sürücülər işarələnmiş dayanacaqdan hərəkətə başlayan trolleybus və avtobuslara yol verməlidir. Bu birinci fikir verməlidir. Burada görürsünüz, dayanacaq var, amma işarələnməyib. İşarələnmiş olsaydı, ümumiyyətlə, bu nəqliyyat vasitəmiz görürsünüz, heç dönmə işıqlarını yandırmayıb. Bunu hardan bilir ki, o hərəkətə başlamayıb və ya manevr etmir? 42-ci maddə deyir ki, sürücü hərəkətə başlamazdan, yer dəyişməzdən, dönməzdən və s. hərəkətlər etməmişdən qabaq xarici işıqlı siqnalların köməyi ilə, bunlar olmadıqda isə və ya nasaz olduqda isə əl siqnalları verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkəti digər iştirakçılara mane yaratmamalıdır. Biz də görürük ki, bu nəqliyyat vasitəmiz ümumiyyətlə buradan çıxmaq, hərəkətə başlamaq fikri yoxdur. Ola bilər adamlar düşür, ola bilər adamlar minir və s. Yəni bu vəziyyətdə biz hər iki zolaqla təhlükəsizlik qaydalarına riayət etməli hərəkətimizi davam etdirə bilərik. Burada biz bu nəqliyyat vasitəsinə yol verməyə borclu deyilik. Dördüncü sual. Siz sutkanın qaranlıq vaxtı uzaq işıqlarla hərəkət edirsiniz. Nə zaman yaxın işıqlara keçməlisiniz? Burada da biz 73-cü maddəyə fikir verməliyik. Yəni, xarici işıqlar mövzusu orada çox ətraflı izah olunub. Uzaq işığı yaxın işığa keçirilməli hallar var, 4 bənddir. Bunlara baxaq. Yaşayış məntəqəsində yol kifayət qədər işıqlandırılır. Yəni, biz haradasa yaşayış məntəqəsində hərəkət ediriksə və ora çox işıqlandırılmışsa kifayət qədər, bu zaman biz uzaq işıqlarla gedə bilməliyik. Mütləq onu yaxına keçirməliyik. Və yaxud da ola bilər ki, istənilən yolda yaşayış məntəqəsi olsun və ya olmasın, sürücünün gözlərini qamaşdırmamaq məqsədi ilə, yəni qarşıdan gələn sürücüdən gedir söhbət, nəqliyyat vasitəsinə ən azı 150 metr qalmış, biz işığımızı uzaq işıqdan yaxın işığa keçirməliyik. Üçüncü, yol hərəkətinin digər iştirakçıların gözlərini qamaşdıra bilərik. Hər hansı digər hallarda keçirilməlidir. Gözü qamaşdıqda, yəni ola bilər ki, nəqliyyat vasitəsi qabağımızda gedir, heç o öndən gəlmir, əks zolaqdan gəlmir, bizlə eyni istiqamətdə gedir. Bizim işığımız bu şəkildəki kimi. Elə bilin ki, bu arxadakı sarı maşın bizi, bu hər hansı bir sürücüdür. Bizim uzaq işıqlarımız bu nəqliyyat vasitəsinin sürücüsünün gözlərini qamaşdırırsa, o zaman da biz söndürməliyik. Və dördüncü, irəlidə hərəkət edən nəqliyyat vasitəsinin yaxın məsafədə hərəkət etdikdə ötməzdən əvvəl. Deyək ki, bu yenə bizik, bu başqa bir nəqliyyat vasitəsidir. Biz hazırlaşırıq qırmızını ötməyə. Ötən zaman bir neçə dəfə uzaq işığı yaxın işığa keçirdirik. Yəni, bu nəqliyyat vasitəsinin diqqətini cəlb edilir. Sonra dönmə işığını yandırıb, bu nəqliyyat vasitəsini sarı qırmızını ötüb keçir. Bir də ötməzdən əvvəl. İndi buradan baxırıq. Qarşıdan gələn nəqliyyat vasitəsinə 300 metr qalmış. Əgər onun gözləri qamaşmırsa, 300 metrdə biz məcbur deyilik. 150 metr qalmış olduqda isə gözləri qamaşdı, qamaşmadı, biz onu söndürməliyik. Burada 300 metrdir və gözlərin qamaşma haqqında heç nə yoxdur. Ona görə də birinci bənd bizim işimizə yaramır. İkinci bəndə baxırıq. Yaşayış məntəqələrində yol kifayət qədər işıqlandırıldı və bu işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmə imkanı verirsə. Bu bizim cavabımıza oxşuyur. Bir də üçüncü, qarşınızda gedən nəqliyyat vasitəsini ötüb keçdikdən sonra və qarşıdan nəqliyyat vasitəsi gəlmədikdə. Yəni, biz dedik ki, bu nəqliyyat vasitəsini ötməmişdən qabaq etmək lazım. Burada isə deyir, ötüb keçdikdən sonra. Ona görə də burada da ikinci cavab olacaq. Beşinci sual. Deməli, 3.27 nişanından gedir söhbət. Bu bizim bütün yollarda dayanmaq və durmağımızı qadağan edir və bunun altında lövhəcik var, hansı ki saatları əks etdirir və bu saatların, gəlin bunun cavablarına baxaq.
Deməli 3.27 nişanı 64-cü maddəyə görə ümumiyyətlə dayanma durmanı qadağan edir. 7.5.4 lövhəci isə hansı nişanla quraşdırılırsa, məsələn bizim halımızda bu ikisi quraşdırılır. Bax bu saatlar bu nişanın təsir vaxtını göstərir. Yəni bu əgər lövhəcisiz quraşdırılmış olsaydı, o zaman 7.24 qüvvədə idi. Amma altında lövhəcik varsa, deməli günün bu saatları arasında dayanmaq və durmaq qadağandır. Əgər 9:30-dan 18:30 aralığında dayanmaq, durmaq qadağandırsa, deməli 18:30-dan 9:30-a qədər dayanmaq, durmaq qadağan deyil. Ona görə də buradan baxacağıq o varianta ki, dayanmaq və durmaq hər ikisi 18:30-da 9:30 arasında qadağan deyil. Yəni durmağa, dayanmağa icazə verilir. 6-cı sual. Bu şəraitdə hansı nəqliyyat vasitəsi maneə yaradır? Aha. Maraqlı sualdır. Maneə yaradır deyəndə burada açıq bir ipucu verilmir, amma biz təcrübəli sürücülər kimi bunu bilməliyik. Maneə nə deməkdir? Buna görə də biz baxırıq maddə 1 əsas anlayışlar. Baş yol. Baş yol nədir? Kəsişən yollara nisbətən üstünlüyə malik olan yoldur. Bu müvafiq nişanlardan ola bilər, bu asfalt yol, torpaq yol ola bilər və s. Və yaxud da ki, bitişik ərazilərdən əsas yola çıxış da ola bilər. Deməli, biz anlayırıq ki, baş yol bu yoldur. Deməli, bu bizim baş yolda hərəkət edənimizdir. İndi baxırıq 40-cıya. 40-cı bəndə, 1-ci maddənin 40-cı yarım bəndə. Üstünlük nədir? Nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nəzərən üstün olmaqdır. İlk hərəkətə başlamaqdır. Bu nəqliyyat vasitəmiz baş yoldadırsa, deməli, bu küçədəkilərə, bu yoldakilərə nisbətən birinci davranmalıdır. Düzdə getsə, sağa da, sola da, geriyə də fərq yoxdur. Bu qarmaşıq trayektoriyalar arasında birinci növbədə yaşıl maşın öz trayektoriyasını bitirməlidir, öz manevrini bitirməlidir. Sonra yol vermək nədir? Yol vermək anlayışı isə bu iki nəqliyyat vasitəsinə aiddir. Yəni bu iki nəqliyyat vasitəsi baş yolda olan, üstünlüyə malik olan nəqliyyat vasitəsinə heç bir halda maneə törətməməlidir. Yaşıl nəqliyyat vasitəsinin sürəti azalmamalıdır bu ikisinə görə və yaşıl nəqliyyat vasitəsinin hərəkət trayektoriyası dəyişməməlidir. Əgər bunlar təmin olunursa, deməli, bunlar yol ver tələbini təmin eləyiblər. Burada da qara və göy avtomobillər köməkçi yolda olduğuna görə yaşıla yol verməlidirlər. Yol verməsələr, avtomatik olaraq yaşıl nəqliyyat vasitəsinə görə bunlar maneə sayılır. 7-ci sual. Solda hərəkət hissəsilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolu olduqda, hansı nişan qoyulduğu halda reysin üzərində hərəkət edərək geriyə dönmək olar? A. Burada maraqlı bir məqam var. Biz 42-ci maddəyə yenə baxmalıyıq. 42-ci maddədə bizim tramvay yollarında hərəkəti ilə bağlı müəyyən bir qaydalar tətbiq olunur. Ona görə də 6-cı bəndin 2-ci abzasına baxırıq. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda biz avtomatik tramvay yollarından sola və geriyə dönməliyik. Vergül. Bundan sonra başlayır 5.8.1 və 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə. Əgər edilmişdirsə, deməli bu 5.8.1, 5.8.2 ilə hərəkət edəcək. Nə deməkdir? 5.8.1, 5.8.2 nişanları bunlara aiddir. Yəni zolaqlar üzrə hərəkəti bildirir. Əgər burada bizə deyilirsə ki, 3-cü zolaqdan, baxın, 1, 2 və 3. 3-cü zolaqdan sola əmri varsa, göstərirsə ki, bu zolaqdan biz sola dönməliyik. Deməli, biz bu yolda tramvay yolunun üzərinə çıxmayacağıq. Ancaq olduğumuz zolaqdan. Başqa digər bütün nişanlarda, əgər biz geriyə dönmə imkanımız varsa və istəyimiz varsa, tramvay yollarından edəcək. İndi baxırıq. Birinci nişan bizə sola dönməni qadağan edir. Amma sola dönmə qadağandırsa, o demək deyil ki, geriyə dönmək də qadağandır. Bu solanı qadağan edir. Deməli, birinci nişanda biz geriyə qayıtmaq istəyiriksə, mütləq tramvay yolunun üzərinə çıxacaq. Çünki bu 5-8 nişanı deyil. İkinci nişanla bağlı artıq bildirdik fikrimizi. Üçüncü nişanda biz geriyə dönə bilmirik. İstəyirik, amma dönə bilmirik. Niyə? Çünki bura bir tərəfli yoldur və bir tərəfli yolda biz fırlanıb dala qayıda bilmərik, əks zolağa çıxmış sayılırıq. Və nəhayət dördüncü nişanımız. Dördüncü nişanda bu göstərir ki, bizə bizim keçdiyimiz yol bir tərəflidir. Baxın, bu dördüncü nişana aid xüsusi izah verək. Hesab edək ki, bu küçə bir tərəflidir. Bu küçənin bu yoldan hissədən girən adam görür ki, 5.5 nişanı var. Bura bir tərəfli yoldur.
Amma buradan gələn buranın nişanını görə bilmir. Ona görə də buradan gələn nəqliyyat vasitəsinə burada nişan quraşdırırlar. Deyirlər ki, sən çıxdığın yol bir tərəfli yoldur. Bu vəziyyətdə biz düzünə gedə bilərik, sağa gedə bilərik, sola təbii ki, gedə bilmirik, çünki bu axın bizə tərəf gəlir, bir tərəfli yoldur və burada həmçinin fırlanıb geriyə qayıda bilərik. Sual yarana bilər ki, müəllim, əks tərəfə çıxırıq. Xeyr, əks tərəf bax buradır. Bu xəttin sol tərəfi əks tərəfdir. Amma bax bu yol ayrıcı əks tərəf deyil, bura yol ayrıcı. Yol ayrıcında əks anlayışı yoxdur. Yəni əgər bu iki hərəkət hissəsinin kəsişməsindən ibarətdirsə, yol ayrıcının içində əks tərəf anlayışı yoxdur. Başqa hallarda bəli, ola bilər, yol ayrıcının hərəkət hissəsinin kəsişmələrin arasında bir boşluq olur, o olur. Amma bu hal-hazırki vəziyyətdə əks tərəf yoxdur. Ona görə də cavabımız olacaqdır. Birinci nişanda olar, dördüncü nişanda olar. Beşinci cavab. 8-ci sual. B kateqoriyalı avtomobili idarə etdiyiniz zaman, yəni baxın, bunlar hamısı B kateqoriyalıdır. Baxmayaraq ki, bu Hummer'dir, Prado'dur, bunlar Jeep sayılır, iri maşın kimi görünür. Amma bunlar da həmçinin B kateqoriyasıdır. Bu nəqliyyat vasitəsini idarə etdiyiniz zaman, icazə verilən maksimum kütləsi 750-dən artıq olan, baxın, bax bu qoşqulardan söhbət gedir. Bunların çəkisi 750 kilodan artıqdır. Artıq olan, lakin yüksüz kütləsindən çox olan, avtomobilin yüksüz kütləsindən çox olan, yəni bu 2,5 tondur, 3,5-dən artıq deyil. Bu da olsun 2,6 ton. Və bu ikisinin cəmi də təbii ki, 3,5-dən artıq olur. Belə olan təqdirdə biz avtomatik olaraq B-nin yanına bir Y kateqoriyalı sürücülük vəsiqəsi almalıyıq və belə nəqliyyat vasitəsini idarə edən zaman B-Y kateqoriyasından istifadə etməliyik. Bunu istəsəz skrin eləyə bilərsiniz. Burada qaydalarda əksini tapıb. 9-cu sual çox maraqlı sualdır. Hətta mən deyərdim ki, 2 mərtəbəli sualdır. Burada bir neçə nüansı dəqiqləşdirmək lazımdır. Baxın, qarşınızda gördüyünüz hansı nizamlayıcının verdiyi siqnalda hansı istiqamətə dönsəz, həmin istiqamətdə yolunuza piyada çıxması qadağandır. İndi baxaq nizamlayıcının vəziyyətlərinə. Hesab edək ki, bu sarı avtomobil bizik. Nizamlayıcının birinci vəziyyəti budur. Biz onu sol tərəfdən görürük. Qaydalara görə biz onu əgər sol tərəfdən görürüksə, bütün istiqamətlərdə nəqliyyat vasitəsi gedə bilər. Düz, sağa, sola və geriyə. Bəs piyadalar hardan gedə bilər? Piyadalar isə gedə bilərlər nizamlayıcının bu vəziyyətində yalnız arxasından. Yəni, bax, bu hissədə. Piyadalar bu yolla keçə bilərlər. Deməli, belə vəziyyətdə, baxaq, nizamlayıcının birinci vəziyyətində biz düz getmək bizə maraqlı deyil. Çünki suala baxın, hansı istiqamətdə dönsəz. Ona görə də bizə düz heç bir lazımiyyəti yoxdur. Biz sağa dönsək, burada piyada görsək, piyada üçün qadağan deyil. Deməli, düzünə və sağa bizə lazım deyil. Sola dönsək, burada piyada görməməliyik. Əgər görürüksə, piyada üçün qadağandır. Okey, əla, bu bizim işimizə yarayır. Burada isə geriyə qayıdan zaman, burada da piyadalar bu hərəkət hissəsini kəsişməməlidirlər, keçməməlidirlər. Deməli, bu hissədə də biz dönən zaman piyada görsək, bu da qadağandır. Gəlin, baxaq, test etmə üsulu ilə necə olacaqdır? Birinci nişanda, birinci göstərişdə sola və geriyə, birinci siqnalda sola və geriyə, əla, ikinci cavab uyğun gəlir. Birinci, ikinci, dördüncü siqnala sola və geriyə, bu da hələ ki uyğun gəlir. Birinci siqnala sola və geriyə, bu da uyğun gəlir. Beşinci cavab bizə uyğun gəlmir, çünki burada ümumiyyətlə geriyə yoxdur. Deməli, biz 2, 3, 4 arasında baxış keçirdik. Keçək ikinci siqnala. Baxın, ikinci və dördüncü siqnallar qaydalara görə eyni anlayışdadır. Sadəcə olaraq birini sağdan görsən, birini soldan. Amma bunlar eyni məna verir. Əgər belə bir vəziyyət olsa, nizamlayıcının bu siqnalı bizə düzünə və sağa getməyə icazə verir. Bəs piyadalara isə bu önündən və arxasından hərəkətə icazə verir. Yəni, bu tərəfdə piyadanı biz görməyəcəyik. Yenə düzünə istiqamətə baxmırıq, yalnız dönmə istiqaməti üzrə baxırıq. Dönmə istiqaməti üzrə sağa dönərkən, burada piyada olsa, bu qadağan deyil. Deməli, bu ikinci və dördüncü cavablar bizim işimizə yaramır. Burada nə idi? Birinci siqnalda sola və geriyə, 2 və 4-cü siqnalda sağa.
Bu 2 və 4 harda varsa bunlar yaramır. Avtomatik olaraq deməli 4-cü cavab olacaqdır. Bu siqnal, bunları da istəsəz screen eləyə bilərsiniz. Maraqlı qalsın da, yəni özü hazırlaşanlar üçün xüsusilə lazımlı bir şeydir. Və sonuncu sual, bu nişanlardan yanından keçəndən sonra hərəkət istiqamətini dəyişmədən hansı nişanın bilavasitə arxasında dayanmağa icazə verilir? Deməli, baxaq bu nişanları yəqin ki tanıyırsınız. Bu nişanlar avtomagistralda istifadə olunur. Avtomagistralda istifadə olunduğuna görə deməli biz hələ də avtomagistraldayıq. Bunu dərhal keçəndən sonra saxlayırıqsa, bu dayanmaqda və ya durmaq sayılır. Bu avtomagistralda birlikdə dayanmaq və durmaq olmaz. Deməli, bu iki nişan avtomatik ləğv olur, bizə yaramır. Üçüncü nişanımız dayanma durma nişanıdır, qadağandır. İstənilən halda, istənilən yerdə. Bu da bizim işimizə yaramır. Gəlirik 4-cü və 5-ci nişanlara. Ümumiyyətlə, cavabda varmı? 4 və 5-ci nişanlar dayanmağa icazə verilir. İndi bu hissədə biraz baxaq, məntiq yürüdük. Baxın, bu nişanlar özlüyündə bizə bir şey qadağan eləmir. Bunlar sadəcə olaraq xəbərdarlıq nişanlarıdır. Dəmir yolu keçidinə yaxınlaşmaq. Biri 50, biri 100 metr. Bunu biz 52-ci maddə dayanma durmadan bilirik ki, dəmir yol keçidinə 50 metr qalmış durmaq olmaz. Amma dayanmaqla bağlı heç bir tələb yoxdur. Yəni 50 metrdə qalmış dayanmaq olar, 100 metrdə, 150 metrdə dayanmaq olar. Amma burada belə bir misal var. Bir çətinlik var daha doğrusu. Bu nişanlar yolun sağında yox, solunda quraşdırılanlardır. Ona görə də bu nişanları biz gördüyümüz təqdirdə başa düşürük ki, bunlar yolun sol tərəfindədir. Sualın şərtinə görə nə deyir? Hərəkət istiqamətini dəyişmədən. İndi gəlin baxaq nə deməkdir. Hərəkət istiqamətini dəyişmədən deyirsə, yəni bu nişan görürsünüz, bu tərəfdə olanda bu xətt soldan sağa qalxır. Amma əgər sağdan sola qalxırsa, deməli yolun sol tərəfindədir. Hərəkət istiqamətini dəyişmədən bu belə deməkdir. Yəni buradan çıxır, gəlir bu nişanı keçən kimi burada saxlayır. Biz də bilirik ki, biz ancaq gedən istiqamət üzrə öz tərəfimizdə, yəni sağla hərəkət elədiyimizə görə sağda ancaq hərəkətdə dayanıb dura bilərik. Ona görə də bu həm birinci, həm ikinci nişan bizim üçün, daha doğrusu həm 4, həm 5-ci nişanlar bizim üçün orada dayanmaq və durmağı qadağan edir. Yəni orada biz dura bilmərik, dayana bilmərik. Burada isə cavab olacaq 5. Heç birində dayanmağa icazə verilmir.